معنا نهج حياة جئنا تبصرة عن كل ضلال أعددنا بضع رسالات تحمل نورا للأجيال ولكي لا ننطفئ هلموا كي نحيي فينا. Qardaş soruşur, qurban kəstirən şəxs qəssaba əmək haqqı olaraq qurban əti verə bilərmi? Bismillah və salatu və salamu alə Rasulillah. Qurban kəstirən şəxs qəssaba əmək haqqı olaraq qurban əti verməsi icazəli deyil. İmam Malik, İmam Şafi, İmam Əhməd və İmam Əbu Hanifəyə görə qurban kəstirən şəxs qəssaba əmək haqqı olaraq qurban əti verməsi icazəli deyil. Kəsmək haqqı qurbanlıq ətindən deyil, öz zibindən verməlidir. Dəlilləri Əli ibn Əbu Talib radiyallahu anhudan rəvayət olunduğuna görə Rasulullah sallallahu aleyhi və səlləm ona dəvələrinə baxmasını, onların ətlərini, dərilərini, çullarını kasıblara paylamağını və ondan qəssaba heç nəyə verməməyini əmr etdi. Bu hədisi İmam Buxari rəvayət etmişdir. İmam Müslimin rəvayətində sonuna əlavə olaraq Rasulullah sallallahu aleyhi və səlləm biz ona gördüyü işin qarşılığını öz cibimizdən verəcəyik deyə keçir. Həmbəllərdən İbn Qudam el-Maqdisi belə demişdir. Lakin kəstirən adam kəsənin kasıb olduğuna görə, yəni qəssabın kasıb olduğuna görə ona ətdən sədəqə və ya hədiyyə kimi verməsində heç bir problem yoxdur. Və sallallahu aleyhi nəbiyyinə Muhammed.